bir çox insanlar düşünür ki, müalicə prosesi getdiyi halda, təbii ki, orada bizim əgər skalyoz xəstələrindən danışırıqsa, reabilitasiya hissəsində bəzi idman hərəkətləri var. Və pasiyent düşünür ki, təbii bunu mən gedib evdə YouTube-dan da açıb baxıb eləyərəm də. Amma bizim əllə birbaşa etdiyimizi hesaba qatmır. Və bir kurs müalicəni alır. Və təbii ki, biz evə göstəriş veririk ki, siz bu idmanları evdə etməlisiniz. Biz işimizi görmüşük onurğanın düzəlməsi ilə bağlı və siz onurğanın korseti olan əzələni gücləndirməlisiniz. Qeyd edeyim ki, evdə heç də o nəticə alınmır. Evdə dəstəkləyə bilərsiniz. Bəli, sadəcə siz o əzələni işlədirsiniz. Yenə müalicə seansı bizdədir. Yenə müalicəni biz aparmalıyıq onurğanı düzləşdirmək üçün. Pasiyent də düşünür ki, elə bu hərəkətləri eləyəcəm, düzələcəm də. Gedir, yoxa çıxır, 1 ilə, 2 ilə, bir də görürsünüz, təzədən gəlir. Ay doktor, bəs biz siz tapşırdıqlarınızı eləmişik. Bəs deyirəm ki, niyə biz sizə deyirdik ki, izləmək lazımdır? Niyə biz sizə deyirdik ki, vaxtında hər ay müayinədə olmalısınız, gəlməlisiniz? Digər bir nüans da var ki, ağlaya-ağlaya gəlirlər. Ay doktor, mənim uşağımın onurğası belə deyildi. Bu 1 ayın içərisində necə oldu, belə oldu? 2 qat əyilib. Mən dəhşətə gəlirəm. Uşağımı çimizdirəndə baxa bilmirəm. Dərd məni götürüb. Bütün günü ağlayıram. Bu uşağın onurğası necə olacaq? Baxırıq, müayinə edirik. Rentgen müayinəsi edirik. Nə? Və deyirik ki, narahat olmayın. Biz 2 kurs işləyəcəyik. Sonra təkrar rentgen eləyəcəyik və biz nəticəyə baxacağıq. Deməli, gəlir, bu 2 kurs tam rahatlıqla gəlir, keçir, rentgen eləyirik ki, 40 dərəcə skalyoz, bu dəqiq rəqəmləri niyə deyirəm? Çünki bunlar bizim sosial şəbəkəmizdə də var. Baxa bilərlər hər kəs. Nəticələri deyirəm. 40 dərəcə skalyoz düşüb 20 dərəcəyə. 2 kurs müalicəyə. 15 gün, 15 gün. Ümumilikdə 4 ay fasilə ilə. Baxır, ay Allah sizdən razı olsun, ay doktor, çox sağ olun. Mən belə nəticə gözləmirdim. Bizim dualarımız siznəndir deyirlər və gedirlər yoxdular. Və yenə deyirik ki, hər ay yenə biz izləməliyik sizi. Və bu izləmələr ödənişsizdir, yenə deyirik. Sağalır, lap yaxşı və siz daha möhkəm yapışmalısınız ki, bu daha da sağalsın, tam sağalsın. Niyə yoxsunuz? Üstündən 5-6 ay keçir. Onsuz da bizdə doktor hər şey yaxşı idi, ona görə gəlmirdi.